Hər vaxtınız xeyir. Gəlin bugün birgə araşdıraq. Salatları hazırlayanda bəzən niyə hər şey əla alınır, bəzən isə tam bir fəlakətə çevrilir. Bütün bu sirlərin arxasında dayanan elmə baş vuraq. Yaxşı, gəlin başlayaq. İlk olaraq, mətbəxdə tez-tez rastlaşdığımız bəzi cinayət səhnələrini bir-bir araşdıraq. Əminəm ki, sizin də başınıza gəlib, böyük həvəslə, ümidlə bir yemək hazırlayırsınız. Amma sonda tam bir mətbəx fəlakəti ilə üzləşirsiniz. Tanış səslənir, elə deyilmi? Məsələn, bax bu vəziyyət. Gözəl, təravətli, xırt-xırt bir salat hazırlamışsınız, amma süfrəyə gətirənə qədər nə baş verir? Salat sanki öz sousunda boğulur, gölməçənin içində qalır. Ya da ki, mayonez məsələsi. Gözəl, qatı, kremli bir mayonez hazırlamaq istəyirsiniz, amma birdən-birə hər şey pozulur. Yağ bir tərəfə ayrılır, qalan hissə o biri tərəfə. Əmələ gələn o yağlı, çürümüş kütlə heç xoş görünmür. Amma heç narahat olmayın. Bütün bu uğursuzluqların arxasında çox sadə, elmi səbəblər dayanır. Və biz indi bu mətbəx sirlərinin hər birini birlikdə açacağıq. Elə isə gəlin birinci işimizə başlayaq. Mövzu, niyə bəzən jelatinli salat heç cür bərkimək istəmir? Deməli, bu işdəki əsas günahkar ferment adlanan kiçik, amma çox güclü bir təxribatçıdır. Bəli, ferment. Bəs bu təxribatçılar harada gizlənir? Əsasən bəzi çiğ meyvələrin tərkibində. Xüsusilə də diqqətli olun, çiğ ananas və papayada bu fermentlər həddindən artıq çoxdur. İndi isə gəlin baxaq, bu hücum necə baş verir. Təsəvvür edin ki, jelatin möhkəm bir zulal torudur. Çiğ meyvəni əlavə edən kimi, o fermentlər, yəni mikroskopik qayçılar işə başlayır. Onlar sözün əsl mənasında bu zulal torunu kəsib, doğrayır, quruluşu tamamilə dağıdır və jelatin mayaya çevrilir. Nəticədə də salatınız heç vaxt bərkimir. Yaxşı, bəs çıxış yolu nədir? Çox sadə. İstilik bu fermentlərin ən böyük düşmənidir. Onları tamamilə zərərsizləşdirir. Yəni, meyvəni ya bişirin, ya da hazır konservləşdirilmiş variantını istifadə edin. O zaman jelatinli salatınız üçün heç bir təhlükə qalmayacaq. Belə birinci məsələni aydınlaşdırdıq, indi isə keçək ikinciyə, o bədbəxt mayonez çöküşü məsələsinə. Bilirsiniz, emulsiya əslində çox həssas bir tarazlıq deməkdir. Normalda bir-birinə qarışmayan iki maye, məsələn yağla sirkəni bir yerdə saxlamaq sənətidir. Bunu düzgün etməyi öyrənmək üçünsə, əvvəlcə gəlin görək, səhv harada olur. Ən böyük və ən çox təkrarlanan səhv. Soyuq ərzaqlar və səbirsizlik. Yəni, həm ərzaqların soyuq olması, həm də yağı çox sürətlə əlavə etmək. Məsələ ondadır ki, soyuq yağı o kiçicik, stabil emulsiya üçün lazım olan damcılara parçalamaq demək olar ki, mümkün deyil. Nəticədə nə olur? Təbii ki, qarışıq ayrılır, yəni el arasında deyildiyi kimi çürüyür. Yaxşı, bəs düzgün yol nədir? Cavab iki sözdədir. Temperatur və səbir. Bəli, istisnasız olaraq bütün ərzaqlar otaq temperaturunda olmalıdır. Təxminən 20 dərəcə. Ancaq bu halda yağ asanlıqla o kiçik damcılara parçalanıb qarışa bilər. Proses də belədir. Əvvəlcə yumurta sarısını sirkə və ya limon suyu ilə çalırsınız. Sonra isə ən vacib məqam gəlir. Yağı əvvəlcə damla-damla, dayanmadan çırparaq əlavə edirsiniz. Qarışıq qatılaşmağa başlayan kimi, qalan yağı nazik bir axınla yavaş-yavaş tökə bilərsiniz. Məhz bu üsul yumurta sarısının hər bir yağ damcısını qucaqlamasına imkan verir və nəticədə möhtəşəm, qatı və stabil bir mayonez əldə edirsiniz. Və nəhayət, gəldik sonuncu məsələyə. Hər kəsin kabusu, sulanmış salat sirri. Heç düşünmüsünüzmü? Təzə, xırt-xırt doğradığınız tərəvəzlər niyə bir anda sulanıb yumuşaq bir kütləyə dönür? Cavab, biologiya dərsindən xatırladığımız sadə bir prosesdədir, osmos. Və bu prosesi başladan tətikləyici qüvvə sizin salat sousunuzdur. Bəli, o duzla, sirkə ilə, limon suyuyla dolu olan dadlı sos. Baxın, nə baş verir? Sousu tərəvəzlərə əlavə etdiyiniz saniyə osmos prosesi işə düşür. Sos, tərəvəz hüceyrələrinin içindəki bütün suyu maqnit kimi çölə çəkir. Nəticə, tərəvatin itirmiş, yumşalmış və solğun tərəvəzlər. Bəs bunun qarşısını necə almaq olar? Bir qızıl qayda var və bu qayda heç vaxt dəyişmir. Sos, salata həmişə son saniyədə əlavə olunur. Yəni, düz süfrəyə verməzdən bir an öncə. Gördüyünüz kimi, bu üç sadə elmi prinsipi bilməklə siz artıq adi bir mətbəx həvəskarından əsl salat memarına çevrilə bilərsiniz. Artıq sizin əlinizdə güclü silahlar var. Birincisi, düşmən fermentlərini istiliklə necə zərərsizləşdirəcəyinizi bilirsiniz.
İkincisi, otaq temperaturu və səbirlə möhkəm emulsiyalar qurmağı öyrəndiniz. Və üçüncüsü, osmosu dayandırmaq və salatın təravətini qorumaq üçün sosun nə vaxt əlavə edəcəyinizi bilirsiniz. Beləliklə artıq elmi sirlərə bələdsiniz. Mətbəx sizin laboratoriyanız, sizin sənət studiyanızdır. İndi gedin və öz şah əsərinizi yaradın. Görəsən sizin növbəti mükəmməl salatınız necə olacaq?